Kakaonu qaynayan suya əlavə edin. Nəticə möhtəşəmdir. Tavaya 400 ml su əlavə edib suyun qaynamasını gözləyirik. Daha sonra 1 çay qaşığı duz, 5 xörək qaşığı şəkər tozu və 3 xörək qaşığı duru yağ da əlavə edib qarışdırırıq. 3 xörək qaşığı kakao və 1 stəkan un da əlavə edib 5 dəqiqə qarışdıra-qarışdıra bişiririk. Xəmirimizi ayrıca bir qaba əlavə edib soymasını gözləyirik, amma tam soyutmuruq. Xəmirimiz ilıq halda olmalıdır. Ayrıca bir qaba 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı yarım quru maya və 4 xörək qaşığı ilıq su əlavə edib mayanın aktiv olmasını gözləyirik. Xəmirə əvvəlcə aktiv mayanı, daha sonra 3 stəkan unu hissə-hissə əlavə edib xəmir yoğururuq və 1 saat xəmirin mayalanmasını gözləyirik. Xəmir ələ yapışan olduğundan əllərimizi biraz duru yağla yağlayırıq və masaya da duru yağ əlavə edib xəmirimizi yoğururuq. 10 və ya 12 bərabər hissəyə bölüb kündələr edirik və soba listində 15 dəqiqə saxladıqdan sonra 180 dərəcəli sobada 30 dəqiqə bişiririk. Bişib soyuduqdan sonra istəyə görə üzərinə şəkər pudrası da səpə bilərsiniz. Bu qədər dostlar, gördüyünüz kimi çox qəşəng və yumuşaq prəniklər alındı. Bəziləri buna bulka və ya peçenya deyir, fərqi yoxdur. Əsas odur ki, dadı möhtəşəmdir. Videomu bəyəndinizsə like edib abunə olmağı unutmayın. Hələlik.